Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve sallallahu ala Muhammedin ve ala ehli beytihi teyyibin tahirin ve la'netullah ala a'daihim ecma'in minel ana ila kıyam yevmiddin. Zilkade ayın 11'i İmam Rıza Aleyhisselam'ın mevlududur. Yani bu gece üzümüze gelen gece inşallah İmam Rıza Aleyhisselam'ın Ali ibn Musa ibn Cəfərin mövlududur. İmam Rıza Aleyhisselam'ın fəzilətinə elə bu kifayət eləyər ki, demək, İmam Musa Kazım Aleyhisselam buyurur ki, mənim oğlum Əli həmən ki 8-ci imamdır, Rızadır. Buyurur ki, Ali Muhammedin alimidir. Bir var, bir kəndin alimi olasan, bir qovmin, bir iddianın alimi olasan, yox, var ki, alim, ümmət-i Ali Muhammedin, ümmət-i Ali Muhammedin alimidir. Bir ümmətin alimidir. Yəni, o ümmətdə nə qədər elm sahibi var, onların hamısını da yıxsan bir yerə, onların başında diyanan, onların da alimi, alim, ümmət-i Ali Muhammedin, Ali Muhammedin ümmətinin alimi bəs Hazreti İmam Rıza Aleyhisselam'dır. Hazret buyurur ki, İmam Aleyhisselam buyurur, benim oğlum, ben Musa Kazım Aleyhisselam, benim oğlum hemen bu Rıza, her kim bunu gələ ziyaret eləyə, bunun ziyaretine Allah 70 həccetil məqbulə verər. Qəbul olunmuş həcc. Qəbul olunmuş həcc, ildə 10 milyon adam həccə ziyaret edir. Oradan 2 nəfər, 3 nəfər Allah ziyaretini qəbul edir, ya yox. Buyurur ki, o ziyaret olunmuş həcc ki var, qəbul olunmuş həcc, o həcc, o əzəməti ilə, o bərəkəti ilə, o əzabı ilə, o istirabı ilə, o əməllər ki, həcc əməlləri çox çətindir. Onların yetmə çox fəziləti var Allah yanında. O bərəkəti ilə, o fəziyyəti, ünayəti ilə İmam Aleyhisselam buyurur ki, mənim balam Əlini piyadan gedə Xorasanda ziyarət ediyə, Məşhəddə ziyarət ediyə, 70 qəbul olunmuş həcdən onun ziyarəti üstündür. Bir gün İmam Cavad Aleyhisselama dedilər ki, Yevdə Resulallah, biz belə bir şey eşitmişik. İmam Rıza Aleyhisselam bizə çatıb, İmam Rıza Aleyhisselam buyurur ki, hər kim məni gəlib Xorasanda, mənim qərib olan qəbrimi ziyarət eləsə, mən onun günahlarının bağışlanmasına, keçmiş günahlarının bağışlanmasına zaminəm və gələcək günahlarının da bağışlanmasına zaminəm. İmam Cavad Aleyhisselamdan soruşdular, deyir, bunu bizə deyib, biz fikirlədik ki, düşmənlər bunu gətirib bizə çatdırır. Keçmiş günahların bağışlanmasını bildik, amma gələcək günahlar necə insan zamin ola bilər? İmam buyurdu ki, bəli, bu hədis düzdür. Yəni, hər kim deyirsə mənim atamı bəs ziyarət eləsə, Məşhəddə, həmin Xorasanda, Allah onun bəli, gələcək günahlarında qəbul edir. Yəni, onu hər kim İmam Rıza Aleyhisselamın ziyarətinə getsə, Allah ona ruzu eləsə, gələcək günahlarında bağışlayar. Yəni, mənası nə deyil? Yəni, Allah ona cənnəti vacib edir. Bəs İmam Rıza Aleyhisselamın ziyarəti elə bir ziyarətdir ki, hər kim oturub ayağı dəysə, mərifətən bir həqqi tanıya, mən Allahın yeryüzündə olan hüccətin, Allahın yeryüzündə olan qaimin gedirəm, ziyarət edirəm. Bu mərifətlə, bu elmlə Allah o bərəkət ona verəcək. Hansı bərəkəti? Allah ona cənnəti vacib edəcək və günahları bağışlayacaq. Allah ant verəm öz zəccalına. Allah İmam Rıza Aleyhisselamın şəfaəti ahirətdə və inayətin dünyada bizə nəsib eləsin. O Həzrətin razı qaldığı muhiblərindən bizi qərar versin və onun və babalarının və atalarının məhəbbətin və anası xanım Fatimə Zəhranın məhəbbəti daimi qəlbimizdə cüzərtsin və təkamül həddinə çatdırsın və bizi öz vəzifəmizdə müvəffəq eləsin. Bu günü özümə və sizə başda İmam Zaman olmaqla bütün müsəlmanlara təbrik deyirəm ki, İmam Rıza Aleyhisselamın mövlududur və İmam Zaman Aleyhisselamın şad günüdür. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu.